Bax belə, hər birinizi salamlayıram bir daha. Bu bizim ilk ödənişsiz dərsimizdir. Ola bilər ki, bundan sonra da mən bu ödənişsiz dərslərə davam eləyim. Yəni baxır bu gedişata. İlk olaraq dövlət qulluğuna hazırlaşanlar üçün belə deyim, belə bir qısa bir məlumat verim. Orada kateqoriyalar var, istər B kateqoriyası üzrə, istər A kateqoriyası üzrə. B kateqoriyası üzrə, yəni BB və BA-lar var. BB nazirliklərin alt qurumlarıdır. Ancaq BA isə nazirliklərin özləri və yaxud nazirlik səviyyəsində olan qurumların özlərində, yəni dövlət qulluğu vəzifəsindən söhbət gedir. A kateqoriyaları isə daha yuxarı, yəni rəhbər vəzifə üçün belə deyək, təşkil olunur. Yəni imtahanlarda fikrimdə yayıldı. Aha. Yəni imtahanlar onun üçün təşkil olunur. Siz sertifikat alırsınız və bu sertifikat da 5 il ərzində qüvvədə olur. 5 ildən, yəni son ilində isə yenidən sertifikatınızı, yəni vəzifənizə görə belə deyək, almalısınız. Ola bilər ki, BB kateqoriyası ilə siz daxil olursunuz hər hansısa bir nazirliyin qurumlarında işə. Ancaq vəzifəniz, yəni sizin vəzifəniz artdıqca ola bilər ki, BA kateqoriyası da sertifikatı lazım olsun. Bax, bu belə qısa məlumat idi. Bu günləri belə deyək, biz başlayacağıq artıq konstitusiyadan ilk birinci bölməni mən sizə izahını verəcəm və suallara baxacağıq. Xeyli suallar işləyəcəyik burada. Ona görə hər biriniz də diqqətli qulaq assanız yaxşı olar və qeydlərinizi də götürsəz lap əla olar. İndi gəlin vaxt itirmədən biz artıq başlayaq dərsimizə. Yenə də qoşulanlar var. Mən bunu bilmirəm səssizə necə alım. Çünki fikrimi yayır bu. Görüm ala bilirəmmi? Və mən ekranı paylaşım eləyim sizlər üçün. Siz də rahat şəkildə görəsiniz. Bax belə, mən ekranı paylaşım eləyirəm. Səsdə nəsə problem olsa, siz mənə deyərsiniz. Yəqin ki, hər biriniz görürsünüz, düzdürmü? Görək, bu niyə məndə? Nəsə? Tamam, bu açmır. Shift F5 də verirəm. Nəsə? Bax belə, konstitusiyadan başlayaq. İlk olaraq səsim yəqin ki, gəlir hər birinizə. Demək, konstitusiyadan başlayırıq. İlk olaraq konstitusiya haqqında demək istəyirəm ki, yəni konstitusiya sözünün özü nə deməkdir? Konstitusiya sözü yaranmaq, təşkil etmək və yaxud da ki, meydana gətirmək, yəni mənalarını ifadə edir. Elə Azərbaycan dilinə də, yəni bu mənada başa düşülməlidir Azərbaycan dilində də. Azərbaycan Respublikasının konstitusiyası 1995-ci il noyabr ayının 12-si qəbul olunub, ancaq qüvvəyə minmə tarixi isə fərqlidir. Noyabr ayının 27-si qüvvəyə minib. Yəni nədir bunların arasındakı fərq? Onu da qısa demək istəyirəm sizə. Yəni söhbət burada gedir ki, konstitusiyada olan bizim hüquqlarımız, bizim vəzifələrimiz biz baxa bilməyəcəyik bu gün olar, amma qısa məlumat verərəm. Yəni istər vəzifəmiz olsun, istər azadlıqlarımız, hüquqlarımız qəbul olunanda qüvvəyə minmir. Artıq bu belə deyək, konstitusiya qüvvəyə minəndən sonra bunlar bizim üçün məcburi olur və biz bu Azərbaycan Respublikasının vətəndaşları həmin bu vəzifələrə və yaxud bu hüquqlara sahib olurlar. Ona görə də qəbul olunma ilə qüvvəyə minmə arasındakı əsas fərq bundan ibarətdir. Diqqətli olun, qeydinizi də aparın ki, noyabr ayının 12-si, yenə deyirəm, qəbul olunub, noyabr ayının 27-si isə qüvvəyə minmişdir. Konstitusiya keçməmişdən əvvəl qısa bir şeydə məlumat vermək istəyirəm ki, ümumiyyətlə, dünya dövlətlərində də bu konstitusiyalar bir qayda olaraq necə olunur? Burada başlanğıc hissə olur, mən o sözü deməkdə çətinlik çəkirəm, preambula gedir, ümumi müddəalardır, sonra dövlətin əsas orqanlarıdır, konstitusiyanın dəyişdirilməsi və əlavələr edilməsi və sonda da keçid müddəalardır, eyni Azərbaycan Respublikasının konstitusiyası kimi. Ümumiyyətlə, Azərbaycan Respublikasının uşaqlar konstitusiyası, yəni bu 95-ci ildən əvvəl də
bizim konstitusiyamız olmuşdu. SSR-nin tərkibində olanda SSR Azərbaycan Respublikasının konstitusiyası qəbul olunmuşdu 1921-ci ildə. Daha sonra orada yeniləri də qəbul olunmuşdu. Sonuncu 78-ci ildə səhv eləmirəmsə qəbul olunub Azərbaycan Respublikasının konstitusiyası. Ancaq müstəqillik dövründə isə artıq biz bilirik ki 95-ci ildə bayaq dediyim kimi noyabr ayının 12-sində müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul olundu. Və bundan sonra da əsas olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, konstitusiyamız qəbul olunandan sonra da əlbəttə ki, konstitusiyamızda əlavələr və dəyişikliklər olunmuşdur konstitusiyamıza. Belə ki, hər 7 ildən sonra, yəni hesablasanız 95-in üzərinə 7 gəlsəniz 2002-ci il, 2009-cu il və 2016-cı ildə konstitusiyamıza dəyişiklik olunmuşdur və onu da qeyd edim ki, yalnız bu belə deyək, referendumla qəbul edilmiş dəyişikliklərdə yalnız ikisində həmçinin əlavələr olunmuşdur. Yəni tək dəyişiklik yox, həm də əlavələrin olunmasından söhbət gedir. Ona da geniş şəkildə baxacağıq. Yəni burada söhbət gedir ki, 2009-cu il və 2016-cı il sentyabr ayının 26-sında 2 dəfə əlavə olunub. Əgər bizdən soruşsa ki, konstitusiya neçə dəfə əlavə olunub? 2 dəfə. Bəs ümumi neçə dəfə dəyişiklik olunub? Bu isə olub artıq 3 dəfə olub. Yəni mən qeyd etdim, dünya dövlətlərinin belə deyək, digərlərində də, yəni bu konstitusiyada başlanğıc hissə olur, ümumi müddəalar olur və s. Bizdə də eyni şəkildə ümumi müddəalarımız da var birinci bölmədə. Lakin biz ona keçməmişdən qabaq, mən burada sizin üçün onu demək istəyirəm ki, baxın uşaqlar, giriş hissəsindən biraz da danışım. Giriş hissəsində ümumiyyətlə mən burada bunun hamısından danışmaq fikrim yoxdur. Sadəcə diqqətinizə çatdırmaq istəyirəm ki, giriş hissədə Azərbaycan xalqının 6 ülvi niyyətini bəyan edirik. Yəni burada müstəqillikdir, suverenlikdir, ərazi bütövlüyüdür və demokratik quruluşa təminat vermək. Və çoxdur burada açığı. Onu da deyim ki, imtahanda bu giriş hissədən indiyə qədər sual dekabr ayından indiyənə qədər olan imtahanlarda mən görməmişəm. Ancaq oxusanız yaxşı olar, çünki burada həmin bu 6 ülvi niyyəti digər maddələrlə qarışıq salırlar çaşdırmaq üçün. Məsələn, dövlətin ali məqsədi ilə. İndi mən orada baxacağıq. Göstərəcəm o sualları sizə. Suallar üzərindən gedəndə daha yaxşı mənimsəmiş olacaqsınız. İndi isə gəlirik əsas hissəyə. Yəni buradan çox danışmaq istəmirəm giriş hissədən. Əsas mənim işim bunlarlandır. İlk olaraq konstitusiyanı dedim. Konstitusiyamızda 5 bölmə var, 12 fəsil var və ilk olaraq birinci bölmədən danışacağım. Birinci bölmə ümumi müddəalar adlanır və birinci bölmə uşaqlar. Belə deyək, 2 fəsildən ibarətdir. Biz isə ilk olaraq birinci fəsildən danışırıq, xalq hakimiyyəti. İndi sizin üçün bir şey deyəcəm, qeydinizi aparın. Baxın, birinci bölmədə 23 maddəmiz var. Hər bir bu 23 maddəyə əlavələr edilə bilməz. Məsələn, biz dedik ki, konstitusiyaya əlavələr olunub və s. Bax, bu maddələrin heç birinə artıq, burada da qeyd etmişəm, əlavələr təklif edilə bilməz. Biz ona da baxacağıq indi. Məsələn, elə gəlirəm birinci maddənin özünə. Birinci maddə nədir? Hakimiyyətin mənbəyi. Bax, bu maddəyə əlavələr edilə bilməz. Ancaq bu 23 dənə maddədən əlavə də olaraq, bu 23 maddənin içərisində 6 bizim maddəmiz var ki, bunlar isə toxunulmaz maddələr adlanır. Yəni, nə deməkdir bu toxunulmaz maddələr? Toxunulmaz maddə dedikdə, söhbət buradan gedir ki, bu maddələr ümumi referenduma da çıxarıla bilmir. Yəni, həm bu maddələrə əlavələr oluna bilmir, həm də ki, bu maddələr referenduma çıxarıla bilmir. Söhbət, yəni, bu 6 maddələrdən gedir. İndi də deyirəm, siz qeyd edin. İlk olaraq birinci maddə. Görürsünüz, qırmızı ilə vermişəm. Bu maddə hakimiyyətin mənbəyi adlanır. Hakimiyyətin mənbəyi ilk olaraq qeyd olunur ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni, nə deməkdir bu Azərbaycan xalqıdır dedikdə? Burada bunu nəzərdə tutur ki, Azərbaycanda dövlət hakimiyyəti 3 qola bölünür. Məhkəmədir, qanunverici hakimiyyətdir və icra edici hakimiyyətdir. Baxın, icra edici hakimiyyət prezidentə mənsubdur. Və prezidentə mənsub olduğu üçün prezident necə olur? Prezident seçkilər yolu ilə seçilir. Bəs qanunverici hakimiyyətdə də Milli Məclis həyata keçirir və burada da deputatlar da seçki yolu ilə
olur. Ona görə də bu hakimiyyətin, yəni formalaşmasında əsas mənbə Azərbaycan xalqıdır. Bəs məhkəmə hakimiyyəti necə olur? Məhkəmə hakimiyyətini də bildiyiniz kimi məhkəmələr həyata keçirir. Ancaq onu da deyim ki, məhkəmə hakimlərinin vəzifəyə təyin olunması da qanunverici və icraedici hakimiyyətin qarşılıqlı fəaliyyəti nəticəsində olur. Məsələn, prezidentin təqdimatı əsasında Konstitusiya Məhkəməsi hakiminin təyin olunması və s. bu mövzular gələcək mövzulardır. Sadəcə sizin üçün belə deyim, bir misal olaraq dedim. Bax, bu belə. Yəni, hakimiyyəti Azərbaycan xalqı formalaşdırır. Demokratikliyin prinsipindən də əsas biri budur ki, elə hakimiyyətin mənbəyi məhz demokratiyin prinsipidir. Daha sonra burada keçirik biz birinci bölmədən sonra qarşılıqlı oldu. İkinci bəndinə keçək. İkinci bənddə isə artıq qeyd olunur Azərbaycan xalqının kimlərdən ibarət olduğunu. Baxın, biz yuxarıda dedik ki, hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bəs bu Azərbaycan xalqı deyəndə kimləri nəzərdə tuturuq? Əlbəttə ki, baxın, burada tərifdə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Yəni, artıq biz dövlətin qanunlarına tabe isə biz onsuz da belə deyək, vətəndaşıyıq. Bəs bu vətəndaşlıq bizi o qanunlara tabe sayır. Bu belə. Burada qeyd olunur ki, ondan kənarda yaşayan, bu sizin üçün biraz çaşqınlıq yarada bilər. Ondan kənarda budur ki, məsələn, siz müvəqqəti olaraq hər hansısa bir ölkədə işləyə bilərsiniz və yaxud turist kimi gedə bilərsiniz, yenə də Azərbaycan Respublikasının qanunlarına tabe sayılısınız. Sonuncu hissədə isə qeyd olunur ki, bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir. Yəni, siz bir xarici dövlətdə də olduqda beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalar var ki, biz onlara da əməl etməliyik. Yəni, tək yalnız Azərbaycan Respublikasının qanunlarına tabe deyilik, həm də beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalara, belə deyim, tabeyik. Bu bizim birinci maddəmizdir, hakimiyyətin mənbəyi. İndi isə ikinci maddəyə keçirik. İkinci maddə isə xalqın suverenliyidir. Gördüyünüz kimi uşaqlar, mən bunu da qırmızı ilə işarə eləmişəm. Yəni niyə? Çünki bu maddə də toxunulmaz maddədir. Demək belə oldu ki, bizim hələ ki toxunulmaz maddələrimizdən biri 1-dir, biri də 2-dir. Birinci maddə hakimiyyətin mənbəyidir, ikinci maddə isə xalqın suverenliyidir. Yəni bu maddədə həm referenduma çıxarıla bilmir, həm də əlavələr edilə bilmir bu maddələrə. Burada isə əsas olaraq qeyd olunur ki, Azərbaycan xalqının suveren hüququ nədir? Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək. Müqəddərat sözü sizdə çaşqınlıq yarada bilər uşaqlar. Müqəddərat öz taleyini, gələcəyini müəyyənləşdirmək söhbətindən gedir. Məsələn, elə yuxarıda qeyd etdiyimiz konstitusiyaya əlavələrin olunması və dəyişikliklərin olunması da öz müqəddəratını həll etməkdir. Və öz idarə etmə formasını müəyyən etmək ikinci də göstərilir. Ümumiyyətlə, öz idarə etmə formasını da müəyyən etmək bu deməkdir ki, məsələn, bildiyiniz kimi Azərbaycan Respublika idarə etmə formasına malikdir. Daha sonra Azərbaycan xalqı bəs bu suveren hüququnu necə həyata keçirir? Azərbaycan xalqı bu suveren hüququnu ümumxalq səs verməsi söhbət referendumdan gedir. Ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səs vermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə. Uşaqlar, burada ümumi budur ki, yaşı 18-ə çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı bildiyiniz kimi seçkilərdə iştirak edə bilər. Və yaxud bərabər. Bərabər budur ki, burada fərqi yoxdur. Hər kəsin səsi bir sayılır. Yəni, istər alim olsun, istərsə də yaxud ali təhsili olmasın və s. Fərqi yoxdur. Yəni, onun hər hansısa bir təhsilindən, belə deyək, cinsindən və s. Və birbaşa budur ki, uşaqlar, bu önəmli məsələdir. Birbaşa budur ki, biz səs vermədə birbaşa olaraq öz namizədimizə səs veririk. Məsələn, bəzi ölkələr var ki, burada dolayısı yolla, məsələn, onlar seçirlər öz prezidentlərin və s. digər seçkili nümayəndəli vəzifələrin və s. Məsələn, götürək ki, Amerika Birləşmiş Ştatları. Burada prezidenti necə seçirlər? İlk olaraq prezidenti seçəcək şəxslərə səs verilir. Ondan sonra həmin o şəxslər prezidentliyə namizədlərə səs verir. Ancaq bizdə birbaşadır. Yəni, səs vermə olanda birbaşa həmin adlar göstərilir orada. Biz də birbaşa öz nümayəndəmizə belə deyək, səs veririk. Və burada qeyd olunan sərbəst gizli şəxsi səs vermə yolu isə o deməkdir ki, yəni bu sərbəst şəkildə
mövcud olur. Heç bir maneə olmadan istəsəz iştirak eləməyə də bilərsiniz. Yəqin ki, aranızda iştirak eləməyənlər də var. Gizli budur ki, bildiyiniz kimi iştirak eləyənlər varsa, orada görmüsünüz bir pərdə olur. Yəni sizin kimə səs verməyiniz belə deyək, müəyyən olunmur, yəni başqaları tərəfindən. Və bir də şəxsi səs vermə yolu var. Siz birbaşa olaraq seçkilərdə şəxsən özünüz iştirak eləyirsiniz. Bunu da niyə burada yazıblar, onu da qeyd edim. Çünki burada başqasının adından səs verən şəxsin sui-istifadəsinin qarşısının alınması üçündür ki, yəni başqası bizim yerimizdən gedib səs verməsin. Yəni bu qanunlar bunun üçündür. Sonra gəlirik digər məsələyə. Burada maddə 3-ə baxırıq. Maddə 3 artıq bu qırmızı ilə işarələsəm də uşaqlar bu toxunulmaz maddə deyil. Burada yanlışlıqla belə olub. Bunu da qeyd eləyin. Maddə 3 isə ümumxalq səs verməsidir. Referendum yolu ilə həll edilən məsələ. Biz artıq referendumdan danışdıq. Referendum dedikdə ümumiyyətlə nəyi nəzərdə tuturlar? Onun haqqında da qısa deyim. Referendum, yəni ən vacib məsələlərin xalqın vasitəsilə qəbul edilmə prosesindən burada söhbət gedir. Gəlin baxaq görək bu referendumdan hansı məsələləri həll edirlər. Ümumiyyətcə referendumdan Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı hər bir məsələni referendumdan həll edə bilər. Ancaq iki məsələmiz var ki, suallarda da bu şəkildə düşür ki, yalnız referendum yolu ilə həll olunur. Bunun biri konstitusiyanın qəbulu və dəyişikliklər edilməsidir. Digəri isə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi. Bax bu iki məsələ isə yalnız referendum yolu ilə həll olunur. Bəs referendumla həll edilə bilməyən məsələ nədir ki, bunu Azərbaycan xalqı referenduma çıxara bilmir. Birincisi vergilərdir, dövlət büdcəsidir. Yəni xalq referendum keçirib dövlətin büdcəsini müəyyənləşdirmir və yaxud vergiləri. İkincisi isə amnistiya və əfv etmədir. Amnistiya və əfv etməni də qısa olaraq anlayışın izahını versək deyə bilərik ki, amnistiya Milli Məclisin səlahiyyətindədir, əfv etmək isə prezidentin səlahiyyətindədir. Amnistiya adətən müəyyən bir cinayət və ya cinayətlər qrupu üçün belə deyək, olan cinayətlərin aradan qaldırılmasından söhbət gedir. Burada təbii ki, ağır cinayətlərə görə məhkum olunan şəxslərdən söhbət getmir. Daha çox, yəni yüngül, məsəl üçün deyək, cinayət törətmiş şəxslərin azad olunmasıdır və bu bir qrupa şamil olunur. Ancaq əfv etmək isə fərdi bir şəxsin cəzasının azaldılması da ola bilər və yaxud tamamilə aradan qaldırılması məsələsi də ola bilər. Amnistiya əsasən belə deyək, hər hansısa bir tarixi dövrdə, yəni tarixi bir fakt varsa o zaman verilir. Məsələn, müstəqillik günü amnistiya əfvinin belə deyək, qəbul olunması, qərarının qəbul edilməsi və s. bu kimi məsələlər. Bir də üçüncü məsələ var, uşaqlar. Qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və təsdiq edilməsi. Məsələn, baş prokurorun vəzifəyə təyin olunması və yaxud azad edilməsi, baş nazirin vəzifəyə təyin olunması məsələsi, yəni bu kimi məsələlər də referendumla həll edilə bilməyən maddələrdir. Birinci fəslimiz 6 maddədən ibarətdir. 6-cı maddədən sonra isə suallarım olacaq sizə. Deməli belə, bir də 4-ə baxırıq, maddə 4. Xalqı təmsil etmək hüququndan söhbət gedir. Xalqı kimlər təmsil edə bilər və yaxud xalqın adından danışa bilər, xalqın adından müraciət edə bilər. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəs, yəni xalqı təmsil edə bilməz, xalqın adından danışa bilməz və xalqın adından müraciət etmək hüququ yoxdur. Sualım isə sizlərədir, 20 nəfər burada qoşulub. Xalqın seçdiyi səlahiyyətli nümayəndələr dedikdə kimləri nəzərdə tuturuq? Tam şəkildə yazın, mən də baxım. Çox maraqlı cavablar gəlir, bir-bir baxaq. Bir çoxunuz bələdiyyə üzvləri yazmısınız, maraqlıdır. Niyə? Gəlin baxaq. İlk olaraq məsələn Fərdə xanım yazıb prezident, deputatlar, bələdiyyə üzvləri. Prezidentlə deputatlar düzdür. Orada problem yoxdur. Ancaq bələdiyyə üzvlərinə gələk, yox. Bələdiyyə üzvləri bildiyiniz kimi bəli, bunlar da seçkili vasitə ilə seçilirlər bələdiyyə üzvləri, ancaq bələdiyyələr müəyyən çərçivədə fəaliyyət göstərirlər. Yerli idarə etmə orqanıdır, yerli özünü idarə etmə orqanı. Məsələn, Binəqədi rayonu bələdiyyəsi, o ancaq Binəqədi rayonu ərazisində səlahiyyətlidir, amma ümumi
xalqın adından danışmaq, müraciət etmək hüququ yoxdur. Ona görə də biz bunu seçəndə prezident və deputatları seçməliyik. Bax, bu da belə. İcra hakimiyyəti nümayəndələri isə xeyr, onlar xalqın adından müraciət etmək hüququ yoxdur, çünki onlar seçkili deyirlər. Yəni onları xalq seçmir. Ona görə sayılmır. Bax, bu da belə. Daha sonra baxırıq digər maddəyə. 5-ci maddədir, xalqın vahidliyi maddəsidir. Qeyd olunur ki, Azərbaycan xalqı vahiddir və bu Azərbaycan xalqının vahidliyi dövlətin təməlini təşkil edir. Və Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Yəni burada əsas məsələ budur ki, bildiyiniz kimi Azərbaycan Respublikasında səhv eləmirəmsə 25-dən çox millət var respublikamızda və bu millətləri hamısını bir ad altında birləşdiririk. Bu da olur Azərbaycan xalqı. Daha sonra bu maddə də bu arada toxunulmaz maddə sayılmır. Gördüyünüz kimi qara ilə vermişəm. Daha sonra gəlirik 6-cı maddəyə. 6-cı maddə artıq qırmızı ilə işarələmişəm. Yəni bu o deməkdir ki, hakimiyyətin mənimsənilməsinə yol verilməməsi. Bu maddə də referenduma çıxarıla bilməz. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və bu əgər mənimsənilmə olarsa, xalqa qarşı diqqətli olun, ən ağır cinayətdir. Nəyə görə xalqa qarşı deyirlər? Çünki dedik ki, hakimiyyətin mənbəyi xalqdır. Ona görə də dövlətə yox, respublikaya yox, xalqa qarşı ən ağır cinayət sayılır. Bax, bu da belə. Bu birinci bizim bölmədə, birinci fəsildə olan maddələrimizin yekunudur. Daha sonra indi isə suallara baxırıq uşaqlar. Belə sadə suallarımız var. Buyurun, bir-bir cavablayın, sonra keçək digər suallara. Və sonda isə bir hardasa 15 sualın izahına baxmış olacağıq. İlk sualımız isə Konstitusiyanın nə vaxt qüvvəyə minməsi ilə bağlıdır. Aha, cavablar gəlir. A variantıdır, bəli, doğru cavab. Çünki 27 noyabr qüvvəyə minib 95-ci ildə, ancaq qəbul olunub 12 noyabr. B variantı yazanlar isə diqqətli olun, qəbul olunma vaxtından söhbət getmirdi. Daha sonra isə bu suala baxırıq. Digər sualımızdır, maraqlı belə bir sualımız var. Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı ümumilikdə cəmi neçə dəfə səs vermə keçirilib? Uşaqlar, onu da deyim ki, həm əlavə, həm də dəyişikliklərdən söhbət gedir. Yəni bu sualda isə bəzi 3 dəfə yazanda oldu, xeyr. 3 dəfə mən dedim, əlavə və dəyişikliklər. Yəni yalnız dəyişikliklərdən söhbət getmir. Əgər dəyişikliklər soruşulsaydı, o zaman 3 dəfə götürərdik. 95, 2002 və 95 deyirəm, üzr istəyirəm. 2002, 2009, 2016-cı il. Ancaq burada əlavə məsələsi də var. Əlavə məsələsi varsa, o zaman 2 dəfə əlavə olunub. 2009 və 2016-cı ildə. Ona görə A variantı burada doğru cavabımız olacaq. Daha sonra isə digər suala baxırıq. Digər sualımız isə dövlət hakimiyyətinin yeganə mənbəyindən söhbət gedir. Bəli, bəli, hər biriniz doğru cavab tapdınız. B variantı doğru cavabdır. Yəni burada Azərbaycan xalqı qeyd etdi ki, dövlət hakimiyyətinin yeganə mənbəyidir. Daha sonra keçək digər sualımıza. Azərbaycan xalqının suveren hüququ hansıdır? Tam və dolğun cavabı seçməlisiniz. Bəli, A variantı doğru cavabdır. Sərbəst və müstəqil öz məqəddaratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Və bir də bizim bu hissədən sonuncu bir sualımız var. Sonuncu sualımız isə budur ki, hansı məsələlər referendumla həll edilə bilər? Yəni diqqətli olun, orada yalnız sözü var.
Bəli, burada da B variantı artıq yazırsınız hər biriniz. Öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni, bəli, Azərbaycan xalqı referendumla həll edə bilər. Artıq birinci fəsildə olan 6 maddənin belə deyək, şərhinə baxmışıq və suallarımızı da cavablandırmışıq. İndi isə keçirik yerdə qalan digər maddələrimizə. 23-cü maddə də daxil olmaqla onların izahına baxacağıq. Sonda isə artıq biz sual hissəsinə keçəcəyik. Bura qədər suallarınız varsa uşaqlar, şərh hissəsinə yazın, baxağım bizdə. Mən donacan maddələrimizdən başlayayım danışmağa. Maddə 7-də baxırıq. Maddə 7-ni gördüyünüz kimi uşaqlar, mən qırmızı ilə işarələmişəm. Niyə? Çünki bu maddə də toxunulmaz maddədir. Belə ki, 1, 2, 6, 7-ci maddəmiz hələ ki toxunulmaz maddələr sayılır. Yəni, referenduma çıxarıla bilməyən maddələrdən söhbət gedir. 7-ci maddədə qeyd olunur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Demokratik sözü burada əlbəttə ki, yəni xalq idarə etməsi deməkdir, ümumiyyətlə demokratiya, yəni demos sözündən götürülüb. Hüquqi o deməkdir ki, burada hüququn üstünlüyündən söhbət gedir. Dünyəvi isə bizdə din dövlətdən ayrıdır. Yəni konstitusiyamızda artıq Azərbaycan Respublikasının rəsmi dini yoxdur. Onu da deyim. Unitar respublika isə burada vahid bir quruluşda olması deməkdir. Əlbəttə ki, idarə etmə baxımından gedir. Düzdür, Naxçıvan Muxtar Respublikası da var. Bizim Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi. Ancaq Naxçıvan Muxtar Respublikasının konstitusiyası da və qanunları da Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğun şəkildə olmalıdır. Yəni, vahid bir idarə etmə sistemimiz var. Ona görə də uşaqlar unitar respublikayıq, federativ yox. Ancaq bu dövlət hakimiyyəti də əlbəttə ki, məhdudlaşır. Yəni, daxili məsələlərdə yalnız hüquqla bizim üzərimizə vəzifələr qoyula bilər və sair azadlıqlarımız da olur bu hüquqla və xarici məsələlərdə isə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla. Artıq bu tərəfdar çıxdığımız beynəlxalq müqavilələr isə parlamentdə ratifikasiya olunandan sonra bu da məcburi olur və qanunverici sistemimizin tərkibində normativ hüquqi akt kimi olur. Daha sonra maddə 7-də uşaqlar, burada bir məsələ də var ki, deyir ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Mən artıq bu haqda da danışdım. Əvvəldə də dedim ki, qanunverici hakimiyyətini Milli Məclis həyata keçirir, məhkəməni isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Ancaq diqqətli olun, deyir ki, icra hakimiyyəti prezidentə mənsubdur. Görürsünüz, uşaqlar yazmayıb, prezident həyata keçirir. Niyə? Çünki prezident icra hakimiyyətini həyata keçirmək üçün Nazirlər Kabinetini yaradır və Nazirlər Kabineti prezidentin yuxarı icra orqandır. Ona görə əgər sualda da düşsə ki, prezident icra hakimiyyətini həyata keçirir, bax bu yanlış olacaq. Və qeyd edək ki, sonuncu, 4-cü maddədə isə qeyd olunur ki, həmin bu 3 hakimiyyət isə öz səlahiyyətləri çərçivəsində müstəqildirlər, bir-birindən asılı deyirlər və qarşılıqlı fəaliyyət göstərirlər. Daha sonra bu 7-ci maddəmizdə uşaqlar referendumla çıxarıla bilməyən maddəmizdir. Eyni şəkildə 8-ci maddəmizdə referenduma çıxarıla bilməyən maddədir. Azərbaycan dövlətinin başçısıdır. Azərbaycan dövlətinin başçısı prezidentdir və o ölkənin həm daxilində, həm də xaricində Azərbaycan dövlətini təmsil edir. Bəzən bunu görürəm uşaqlar burada daxili məsələsini götürmürlər, yalnız xarici məsələsini götürürlər, amma diqqətli olun ki, daxilində də Azərbaycan dövlətini təmsil edir. İkinci bənd isə qeyd olunur ki, xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini təmin edir. Yəni, nə deməkdir bu? Əslində, bu maddənin özü simvolik xarakter daşıyır ki, yəni, bütün xalqın prezidentin ətrafında birləşməyindən gedir və dövlətçiliyin varisliyi isə keçmişdən gələn ənənələrin qorunması və gələcəyə ötürülməsi ilə bağlıdır. Varislik deyəndə bunu nəzərdə tutur. Üçüncü bənd isə 3 və 4-cü bənd uşaqlar imtahanda ən çox düşən hissələrdən biri də budur. Prezident nələrin təminatçısıdır. Son imtahanda da düşmüşdü bu. Son yox, ondan əvvəlki. Prezident müstəqilliyin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Eyni zamanda da məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Bax, bu 4 maddəni, 4 hissəni əzbər şəkildə yadınızda saxlayın. Maddə 8-dən artıq dedim və bir də keçirik maddə 9-a. Maddə 9 isə silahlı qüvvələrdir və bu ilk bənd isə imtahana düşmüşdür.
qeyd olunurdu ki, silahlı qüvvələr niyə yaradılır? Silahlı qüvvələr öz təhlükəsizliyimizi və müdafiəmizi təmin etmək məqsədi ilə silahlı qüvvələrimizi yaradırıq və silahlı qüvvələr Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Yəni burada başqa silahlı birləşmələr dedikdə Dövlət Sərhəd Xidməti, məsəl üçün Dövlət Təhlükəsizlik Xidməti və s. bu kimi silahlı birləşmələr də nəzərdə tutulurlar. Onların siyasi isə, yəni qanunvericiliyi aktlarında vardır. Yəni ona da baxa bilərsiniz. Daha sonra ikinci bənddə qeyd olunur ki, biz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həll üsulu kimi müharibəni rədd edirik. Üçüncü bənd isə burada diqqətli olun, deyir ki, prezident silahlı qüvvələrin ali baş komandanıdır. Baxın bu hissəni, üçüncü hissəni götürürlər, salırlar 7-ci dövlət başçısı maddəsinə 8-də. Ancaq silahlı sözün gördüyünüzsə bilin ki, bu silahlı qüvvələr maddəsindədir. Onu da suallarda artıq özünüz görəcəksiniz. Bugün baxacağıq biz o suallara. 10-cu maddə rahat maddədir. Burada isə yadınızda saxlamalı olduğunuz məsələ budur ki, biz beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında başqa dövlətlərlə münasibətlərimizi belə deyək qururuq. Sadə bir maddədir. 11 isə maddə 11 ərazidir. Ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. Uşaqlar, bu hissələri yadınızda saxlamaq üçün baş hərflərini də belə deyək, kodlaşdırıb abreviatura kimi də yadınızda saxlaya bilərsiniz. Məsələn, vahiddir, toxunulmazdır və bölünməzdir. VTB bank var, bildiyiniz kimi oradan da yadınızda qala bilər. Bəs Azərbaycan Respublikasının ərazisinin tərkib hissəsi hansılardır? Daxili sularımızdır. Xəzərin Azərbaycan Respublikasına mənsub olan bölməsidir və Azərbaycan Respublikası üzərindəki hava məkanıdır. Və onu da qeyd edim ki, uşaqlar, Konstitusiyada məxsus sözü yoxdur, mənsub sözü var. Yəni burada da diqqətli olun, bunu götürürlər, məxsus yazırlar. Bax, belə söz oyunları olur. Və üçüncü bənddə də qeyd olunur ki, ərazimiz özgənimkiləşdirilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə referendum vasitəsilə dövlət sərhədləri dəyişdirilə bilər. Və yaxud da qeyd etdik ki, dövlət sərhədləri yalnız referendumla həll ola bilən məsələdir. Daha sonra maddə 12-yə keçirik. Maddə 12 nədir? Maddə 12 dövlətin ali məqsədidir. Yəni, dövlətin ali məqsədi ən çox müsahibələrdə də soruşulan suallardan biridir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Və bu insan vətəndaş hüquq və azadlıqları isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Uşaqlar, bura qədər suallarınız varsa, yəni mən maddələrin şərhini verəcəm, siz şərh hissəsinə yaza bilərsiniz. 23 maddəni bitirək ki, sonda suallarınızı işləyə bilək rahat şəkildə. Bax, bu belə. Maddə 13 isə mülkiyyətdir. Bax, bu sual da düşmüşdü. İmtahanda mülkiyyətin hansı növlərindən söhbət gedirdi? Mülkiyyətin 3 növü var ki, dövlətdir, xüsusidir və bələdiyyə mülkiyyətidir. Və onu da qeyd edək ki, mülkiyyət toxunulmazdır və bunun müdafiəsi isə dövlət tərəfindən olunurdu. Və bu arada mülkiyyətdən isə qeyd olunan insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri və şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. PDF-i bizimlə bölüşəcəksinizmi? Bəli, PDF-i mən sizə ataram, yəni bu prezentasiyadır. Ancaq PDF şəklində olan kitabı da sizə, yəni Telegram qrupunda paylaşaram yenidən, siz də əldə edərsiniz. Maddə 14 təbii ehtiyatların mənsubluğu ilə bağlıdır ki, təbii ehtiyatlar isə Azərbaycan Respublikasına mənsubdur. Lakin burada önəmli bir məsələ var ki, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmədən. Baxın, bu hissə də imtahanlara düşür. Ümumiyyətlə, birinci bölmədə olan bütün maddələrlə bağlı ən çox imtahana düşən hissədir. Və onu da deyim ki, uşaqlar, Konstitusiyadan BB kateqoriyası üzrə 12-yə yaxın sual Konstitusiyadan düşür. Ümumi isə 40 sual olur, bildiyiniz kimi. İqtisadiyyatın inkişafı və dövlət maddəsi 15-ci maddəmizdir və burada qeyd olunur ki, iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növünə əsaslanır. Artıq biz bu müxtəlif mülkiyyət növlərini yuxarıda dedik ki, 3 mülkiyyət növümüz var ki, dövlətdir, bələdiyyədir və bir də xüsusi mülkiyyətimizdir.
İkinci bənddə qeyd olunan isə dövlət bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır və azad sahibkarlığa təminat verir və iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Ümumiyyətcə burada maraqlı bir şey var ki, bu bazar münasibətləri var, sosial yönümlü iqtisadiyyat var. Sosial yönümlü iqtisadiyyat deyəndə burada nədən söhbət gedir? Yəni azad prinsiplərinə burada uyğunluqdan söhbət gedir. Əsasən də bu iqtisadiyyatda bu bazar münasibətləri də bunu nəzərdə tuturuq. Yəni iqtisadiyyatda tələb təklif balansıdır. Yəni bunların qorunması ilə bağlıdır. Lakin sosial yönümlü iqtisadiyyatdan da biraz bu barədə də danışmaq istəyirəm. Sosial yönümlü iqtisadiyyat dedikdə isə əsas olaraq cəmiyyətin sosial rifahının təmin edilməsi ilə bağlı olan məsələdir. Məsələn, burada dövlət iqtisadi bərabərsizlikləri azaltmaq üçün kasıb təbəqələri dəstəkləməlidir və yaxud sosial ədaləti təmin etmək üçün müdaxilələr eləyə bilər iqtisadiyyata. Bilirsiniz ki, qısa olsa da məlumat verim ki, liberalizmdə dövlətin iqtisadiyyata belə deyək, girişin ümumiyyətcə icazə vermir. Yəni deyir ki, dövlət burada, yəni iqtisadiyyatda sadəcə ümumi vergi məsələlərinə baxmalıdır. Bax, bu sosial bərabərlik məsələsində isə budur ki, yəni sosial yönümlü iqtisadiyyatda. Məsələn, fikirləşin ki, baxın, təhsilimiz var, pulsuzdur. Yəni bu məsələdə artıq dövlət müdaxilə eləyir və yaxud minimum əmək haqqı məsələsi var və s. Və yaxud da ki, nə bilim, digər iqtisadi tənzimləmələr ola bilər. Bura aiddir vergi pul siyasətləri, əhalinin həssas təbəqələri üçün, xüsusən də işsizlər, qocalar üçün sosial yardım proqramları və s. Məsələn, konstitusiyamızda da var ki, uşaqlar, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ var. Bax, bu da sosial yönümlü iqtisadiyyatdan, yəni iqtisadiyyata əsaslanır. Yəni buna görə bu sosial yönümlü iqtisadiyyatdır. Daha sonra biraz geniş danışdım buradan. Daha sonra isə bu sosial inkişaf və dövlətdir. Dövlət, belə deyək, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Artıq mən bu haqda da danışdım. Yəni dövlətin iqtisadiyyata müdaxilə eləmə yerləri var. Bura təhsildir, səhiyyədir və s. məsələlər var. Həssas təbəqələrin qorunması üçün müəyyən proqramlardır və s. Və daha sonra Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir. Baxın, bunu da baş hərflərlə, metis sözü ilə yadınızda saxlaya bilərsiniz. Bu metis sözündəki hər bir hərf bax bu sözlərə uyğun gəlir. Daha sonra maddə 17-yə baxağın, ailə, uşaqlar və dövlət maddəsinə baxaq ki, qeyd olunur ki, dövlətin xüsusi himayəsində cəmiyyətin əsas özəyi kimi ailədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun da yerinə yetirilməsinə dövlət nəzarət edir. Və onu da qeyd edək ki, dövlətin himayəsində olanlar var, valideynləri və qəyyumları olmayanlar və valideyn qayğısından məhrum olan uşaqlardır ki, bunlar da dövlətin himayəsindədir. Və qeyd olunan 4-cü maddədə uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır və 15 yaşı çatmamış uşaqlar işə götürülə bilməzlər. Deməli, işə götürmə yaşı 15-dir. Uşaq hüquqlarının həyata keçirilməsinə isə dövlət nəzarət edir. Ümumiyyətcə, burada əsas konstitusiyada qeyd olunan məsələlərdə dövlətin nəzarətindən, dövlətin təminat verilməsindən söhbət gedir. Yəni, digər hər hansısa Nazirlər Kabineti yox, Milli Məclis yox, yalnız dövlətdən söhbət gedir burada. Maddə 18 isə din dövlətdən ayrıdır. Biz dedik ki, bayaqları 7-ci maddədə Azərbaycan Respublikasında dünyəvi idi bizim dövlət respublikamız. Ona görə də din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Ancaq əgər bu din insanın ləyaqətini alçaldır və ya insanpərvərlik prinsipinə ziddirsə, onun yayılması da, təbliği də qadağandır. Və dövlətin də təhsil sistemi dünyəvi xarakter daşıyır. Bax, bu maddəni isə təhsil hüququ maddəsinə yazırlar çaşdırmaq üçün. Sonra pul vahidindən danışaq. Bu da maraqlıdır. Pul vahidimiz manatdır və pul vahidinin tədavülə çıxarılması və yaxud da ki, belə deyək, tədavülə buraxılması isə Mərkəzi Banka mənsubdur. Ancaq yalnız Mərkəzi Banka mənsubdur və Mərkəzi Bank isə dövlətin müstəsna mülkiyyətindədir. Yəni, nə deməkdir bu müstəsna mülkiyyət? Çox maraqlı bir şeydir. Ümumiyyətcə, müstəsna mülkiyyət dedikdə, yəni yuxarıda qeyd olunan tədavülə buraxılma və tədavüldən çıxarılma məsələsi söhbət pul nişanlarına gedir. Mərkəzi Bankdadır və bu Mərkəzi Bankın səhmlərinə heç bir özəl şirkət, belə deyək, səhmdar ola bilməz. Bunun bütün səhmləri
dövlətə məxsusdur. Ona görə müstəsna mülkiyyətindədir. Və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Yəni marketdə əgər dollarla alış-veriş eləsəniz, bu müəyyən məsuliyyətə səbəb olur. Maddə 20 isə dövlət borclarına qoyulan məhdudiyyətdir ki, əgər həmin o borclar dövlətə qarşı qiyama və dövlət çevrilişinə kömək etmək məqsədi ilə alınıbsa, bu borclar Azərbaycan Respublikası tərəfindən ödənilmir və qəbul edilmir. Bir də maddə 21. Artıq maddə 21-i mən qırmızı ilə işarələmişəm. Yəni nə deməkdir? Bu referenduma çıxarıla bilməz. İndiyə qədər isə maddə 1, 2, 6, 7, daha sonra 8, yəni bu maddələr dedik ki, toxunulmaz maddələrdir. Və bir də 21-ci maddəmiz var, dövlət dilidir. Bu da toxunulmaz maddədir, referenduma çıxarıla bilmir. Dövlətimizin dili əlbəttə ki, Azərbaycan dilidir və respublikamız da bu dilin inkişafını təmin edir. Yəni bununla bağlı dövlət dili haqqında qanun da var. Onu da keçirlər dövlət qulluğuna hazırlaşanlar. Orada da geniş şəkildə bu haqqda yazılıb. Yəni istər orada orfoqrafiya lüğətlərinin çıxarılması və sair digər məsələlər var. Bunlardan söhbət gedir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Yəni baxın, istər bizdə beynəlxalq yarışların keçirilməsi zamanı və sair zamanı burada həmin dövlət işçilərinin müəyyən kurslara yönəldilməsi dövlət tərəfindən də digər dillərin də inkişafının təmin edilməsi ilə bağlıdır. Artıq sona çatırıq. Maddə 22 paytaxtdır. Paytaxt Bakı şəhəridir. Və bir də sonuncu maddəmiz var uşaqlar. Maddə 23-dür. Bununla da biz birinci belə də bölmədə əks olunan 23 maddənin hər birinə baxmış olacaq. Dövlətimizin rəmzləri bura dövlət bayrağıdır, gerbdir və himndir. Hər biri haqqında da qanunlar var və bu qanunlarda keçirik biz uşaqlara, dövlət qulluğuna hazırlaşan şəxslərə. Dövlətimizin bayrağı 3 üfüqi zolaqdan ibarətdir. Diqqətli olun, rəngdən yox. Yuxarı zolağımız mavidir, göy yox. Orta zolaq qırmızıdır, aşağı zolaq isə yaşıldır və qırmızı zolağın ortasında, baxın, bayrağın yox, qırmızı zolağın ortasında ağ rəngli aypara var. 8 guşəli isə ulduz təsvir edilib və bayrağın eninin uzunluğa nisbəti 1-in 2-yədir. Tərsinə salsa isə 2-nin 1-ədir. Bir də 3-cü bənddə qeyd olunur ki, dövlət bayrağının və dövlət gerbinin təsviri, dövlət himninin musiqisi və mətni konstitusiya qanunundan müəyyən edilir. Hər birinizdə belə bir sual ola bilər ki, bəs bu konstitusiya nədir, konstitusiya qanunu nədir? Ümumiyyətlə, konstitusiya dövlətin ən ali qanunudur. Burada bizim hüquqlarımız, vəzifələrimiz, azadlıqlarımız və s. dövlət hakimiyyətinin bölünməsindən bunlardan bəhs edilir. Bəs konstitusiya qanunları nədir? Konstitusiyada olan prinsipləri həyata keçirmək üçün qəbul edilən bunlar xüsusi qanunlardır. Onu da qeyd edim ki, uşaqlar, konstitusiya qanunları Milli Məclisdə 95 səs çoxluğu ilə qəbul olunur və bu prezident tərəfindən imzalanmasa qüvvəyə minməyən qanunlardır ki, mütləq şəkildə Azərbaycan Respublikasının prezidenti imzalamalıdır, diqqətli olun. Və onu da qeyd edək ki, məsələn, konstitusiya qanunu nədir? Məsələn, konstitusiya qanununa belə bir nümunə verə bilərəm ki, burada qeyd olunan dövlətin himninin musiqisi və mətni. Baxın, burada gördüyünüz kimi himn haqqında heç bir şey yoxdur. Ancaq biz bu konstitusiya qanununa baxsaq, orada himnin notaları var, sözləri var və s. Ətraflı şəkildə orada izahına baxa bilirik. Bax, bu belə bu günləri birinci bölmədə mən 23 maddənin şərhini vermiş oldum. Güman edirəm ki, hər birinizə bu belə deyim kömək olar. Ancaq dərs qurtarmayıb hələ ki, hələ də vaxtımız var və biz artıq suallara keçirik. Suallarımız isə çox olacaq. İlk olaraq birinci sualımıza baxırıq. Buyurun, asandan çətinə doğru keçəcəyik. Artıq cavablarımız gəlməyə başlayır. Bəli. Sualları tez-tez keçəcəm. Əgərləri kimsə sualları görməsə, YouTube-da izləyə bilər davamı. Bəli, demokratikdir, hüquqidir, dünyəvidir, unitardır, əla, hər biriniz düz tapdınız. Baxağın digər sualla. Burada bu hissəni də mən silim. Diqqətinizdən belə bir şey çıxmasın. Aha, indi baxa bilərsiniz.
Artıq cavablar gəlməyə başlayır. B variantında qeyd olunurdu ki, bayaq da sildim onu. Silahlı qüvvələr Azərbaycan ordusundan ibarətdir. Bildiyiniz kimi, silahlı qüvvələr Azərbaycan ordusundan ibarət deyil. Həm də silahlı qüvvələr digər silahlı birləşmələrdən ibarətdir. Ona görə B variantı yanlışdır burada. Və sonra uşaqlar keçək digər sualımıza. Söhbət ərazi ilə bağlı olan sualda. Artıq cavablar gəlməyə başladı. Bəziləriniz deyir ki, doğru deyir. Dövlət sərhədləri dəyişdirilə bilməz deyir. Dövlət sərhədləri bilirsiniz, yalnız referendumla dəyişdirilə bilir və sonda Milli Məclisin qərarı olmalı idi. Ona görə D variantı doğru cavabdır. Sonra digər sualımıza baxaq. Bəli, başqa dövlətlərlə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qururuq. Lakin suallarımız bitməyib. İndi isə Dövlət İmtahan Mərkəzinin test toplusundan biz suallara baxacağıq. Baxım görüm burada o toplunu tapa bilirəmmi? Hər halda tapmış olaram. Buradan dövlət qulluğu və suallardan isə DİM. Aha. Və burada biz 10-15 sualın da izahına baxarıq. Aha, baxaq birinci sualımıza. Mən də bunu yaxınlaşdırım. Buyurun uşaqlar, cavablarınızı deyin. Mən də buradan markerimi götürüm. Cavablar gəlmir. Mən də gözləyirəm cavabları. A variantı yazan oldu. Konstitusiyanın dəyişikliklər edilməsi yalnız referendumla həll ola bilər. Yalnız referendumla həll ola bilər. Burada yanlış bir şey yoxdur ki. Nədir yanlış? Sonra baxım cavablara. B variantı qeyd edən olub. Qəbul edilməsi, konstitusiyanın qəbulu da, dəyişikliklər edilməsi yalnız referendumla həll olur. Bəli, bunu da belə yadınızda saxlaya bilərsiniz ki, D kimi dövlət qulluğu dəyişdirilməsi, qəbul edilməsi. B də doğrudur. C variantı vergilər və dövlət büdcəsi məsələləri üzrə referendum keçirilə bilməz. D variantı niyə yanlışdır? Burada qeyd olunur ki, dövlət sərhədlərinin müəyyən edilməsi. Dövlət sərhədlərinin müəyyən edilməsi deyir daxı, dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll oluna bilər. Ona görə D variantı doğru cavab olmalıdır. Keçək digər suala uşaqlar. İkinci suala baxın. Konstitusiya əsasən dövlət sərhədləri dəyişdirilə bilər. Yaxşı olar ki, cavabları yazanda məsələn qeyd eləyin ki, məsələn 2D, 3B, yəni çünki biz get-gedə suallar çoxalacaq. Aha, əla. 2-yə hər biriniz D yazdınız. Bəli, dövlət sərhədləri artıq bu haqda danışdıq ki, referendumla qəbul olunmuş aktla dəyişdirilə bilər. Əla, bura plus yazıram. Heç biriniz yanlış cavab verməmisiniz. 3-ə baxaq. Konstitusiya əsasən dövlət bayrağının gerbinin təsviri və dövlət himninin musiqisi və mətni hansı normativ hüquqi aktla müəyyən edilir? Cavablar gəlir. 3-ə D variantı qeyd edilir hər biriniz. Bəli, doğru da deyirsiniz. Artıq bu haqda danışır ki, konstitusiya qanunu ilə müəyyən edilirdi. İndi isə 4-ə baxırıq uşaqlar. Konstitusiya əsasən, baxın bunlardan hansı?
Hə, bunu biraz bəyan edeyim. 4-cü sualdayıq artıq. Dördə B yazırsınız hər biriniz. Bəli, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını nə edirdi? Təmin edirdi. B variantı doğru cavab olacaq. Keçirik 5-ci suala. Görək 5-ci suala necə cavab verəcəksiniz? 5-ə B yazırsınız. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı. Bəli, prezidentdir, müstəqilliyindir, ərazi bütövlüyündür, məhkəmə hakimiyyətinin müstəqilliyindir və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasındadır. Ali məhkəmənin deyil, bəzi. Sama xanım, ali məhkəmə yazıb, xeyr. 6-cıya baxın uşaqlar. Burada qeyd olunur ki, biraz böyüdüm, görüm, görə biləcəksinizmi? Baxın, bu hissədə qeyd olunur, mən oxuyum sizin üçün, sonra keçərəm digərinə. Konstitusiyaya əsasən, hüquq pozuntusu törətdikdən sonra yeni qanun hansı hallarda tətbiq edilir? Açığı biz bunu keçməmişik, bu hissəni. Ona görə cavab verməyə də bilərsiniz. Burada doğru cavab buydu ki, onu da mən qeyd edeyim, çünki bu sıfırdan başlayanlar üçündür. Yeni qanunla bu cür hərəkətdə görə məsuliyyət aradan qaldırılıbsa və yüngülləşdiribsə o zamanları olurdu. Yəni bu suala cavab verməyə bilərsiniz. Bəli, Günel xanım doğru yazıb, yüngülləşdirici hallar, əla. 7-ci sualı artıq biz keçmişik, ona görə də cavab verə bilərsiniz. Buyurun. Yeddiyə B yazısınız, bəli, vergilər və dövlət büdcəsi ilə bağlı referendum keçirilə bilmir. Amnistiya və əfv etmə məsələsini də yadımızda saxlayırıq. Keçirik digərinə 8-ci suala. Bunlar rahat suallardır. 8-ə B yazan oldu, tələsib. Qeyd olunur ki, Azərbaycan Unitar Respublikadır. Bu var artıq, onu da qeyd edim. Muxtar dövlətdir yazılmayıb. Ona görə A variantı yazanlar doğrudur. Burada A variantı muxtar dövlətdir. Bu nəzərdə tutulmayıb. Sonra keçirik 9-cu suala. Və onu da qeyd edim uşaqlara. 20 sualın izahına baxacağıq burada toplamda. Yəni, heç kim tərk eləməyənə qədər 20 sualın cavabı olacaq. Artıq cavablar gəlir. 9-a B yazan da olub, C yazan da. Gəlin baxaq. Azərbaycan xalqının hüquqları və mənafelərlə bağlı olan hər bir məsələ referendumda həll ola bilərmi? Əlbəttə ki, ola bilər. O zaman B variantda gedir, A variantda gedir. 2-yə baxaq. Konstitusiyanın dəyişikliklər edilməsi məsələsi referendumda həll ola bilərmi? Bəli, həm də qəbul edilməsi məsələsidir. Deməli 2 də var, avtomatik mənim cavabım müəyyən olundu ki, C variantı doğru cavabdır. 3 isə dövlət sərhədlərinin dəyişdirilməsi. Bax, bu da referendumla həll olan bilən məsələdir. Yaxşı, sual 10-a baxın. Artıq cavablar gəlir, əla. 10-a B yazırsınız hər biriniz. Bəli, dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi var ki, müəyyən edilməsi yox, dəyişdirilməsi məsələsi. Bax, bu referenduma çıxarıla bilər. Yalnız referendum yolu ilə həll edilə bilən məsələdir. Bəs 11-ci sual. On birə A variantında yazanlar var. 11-ə D yazmısınız. Uşaqlar diqqətli olun. Hakimiyyətin mənimsənilməsi dövlətə yox, xalqa qarşı ən ağır cinayətdir. Dedim axı, hakimiyyətin mənbəyi xalqdır. Ona görə xalqa 11D yox. D yazanlar artıq 1 balınız getmiş oldu. B yazan da var, Leyla xanım yazıb, heç bir kəs heç bir halda deyir dövlət hakimiyyətinin səlahiyyətlərinin həyata keçirməsinə ələ keçirə bilməz. Ümumiyyətcə, hakimiyyətin mənimsənilməsinə yol verilməsində necə idi? Azərbaycan xalqının
heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi, səlahiyyətini mənimsəyə bilməsi, heç bir halda məsələsi yox idi burada. Çünki referendum yolu ilə belə deyək, hakimiyyəti ələ keçirmək olar. Ələ keçirmək düzgün variant deyil əslində. Yəni hakimiyyət belə deyək də ötürülə bilər referendum yolu ilə. Ona görə B variantı da doğru deyil, əlbəttə ki. A variantı doğrudur. Heç bir sosial qrup hakimiyyətin həyata keçirməsi, səlahiyyətini mənimsəyə bilməz. Həmçinin qrupdan da əlavə təşkilat da ola bilər və s. A variantı yazanlar isə 1 balı qazanmış oldu. A variantı yazan oldu mu 11-də? Aha, Günel xanım yazıb A variantını. Afərin. 12-yə baxaq. 12-ni uşaqlar, onu da qeyd edim. Hə, keçmişik bu arada. Ola bilər bəzəsini keçmədik. Çünki burada mülkiyyət hüququ da var. Bilənlər varsa yaza bilər. Bilməyənlər üçün isə mən izahım verim. Mülkiyyətdən bunu biz qeyd etmişdik artıq. Bəli, cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməzdir. Bu mülkiyyətdə var. Düzdür, burada mülkiyyət hüququ ilə qarışdırıblar bunu. Məsələn, burada deyək xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olmur. Olur. Yəni ona görə bu variantı da belə çıxıram. Əmlakın tam müsadirəsinə isə yol verilmirdi. Bax, bu da belə olur. Daha sonra keçirik digər məsələyə. 13-cü məsələyə baxaq. Bu artıq keçdiyimizdir. Cavab gələn kimi mən artıq izahım verəcəm. Bir nəfər cavab versə də şərhəm verəcəm. 13-cü variantda, sualda D variantında yazan olub. Digərləriniz açığı bilmirəm hansına A, B deyirsiniz. Yaxşı olar ki, rəqəmi yazasınız, mən də bilim. D variantında nə deyir? Hakimiyyətlərin bölünməsi prinsip əsasında təşkil edilən dövlət hakimiyyəti daxili məsələlərdə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Xeyr. Yalnız qanunla idi daxili məsələlərdə idi. Ona görə bunu götürə bilərikmi? Xeyr. Xarici məsələlərdə tərəfdar çıxdığımız beynəlxalq məsələlər olmalıdır. A variantı yazanlar isə Azərbaycan Respublikası, bəli, bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Burada isə bizdən yanlışı soruşur, uşaqlar, diqqətli olun. Daha sonra keçirik 14-cü suala, təbii ehtiyatlarla bağlı maddədir. Biz bunu da keçmişik artıq, ona görə cavablandıra bilərsiniz. On dördüncü sualda artıq cavablarımız gəlir. D variantını qeyd edirlər. Azərbaycan dövlətinə deyirlər. Yanlışdır. C variantı Azərbaycan Respublikasının vətəndaşlarına yox. Mən qeyd etdim. Azərbaycan Respublikasına mənsubdur. Ona görə bəli. A variantı yazanlar Fərdə xanım düz yazıb. A variantıdır. Leyla xanım, Bağdacıq xanım hamısı düz variantı yazıb. Bəli. Azərbaycan Respublikasına mənsubdur. Uşaqlar diqqətli olun. Digəri 15-ci sual konstitusiyaya əsasən düzgündür deyir. Mülki mübahisələrdə dövlət mülkiyyətinə üstünlük verilir. Ümumiyyətlə mülkiyyət hüququnu keçmədik, amma mülkiyyətin heç bir növünə üstünlük verilmirdi. Onu da yadımızda saxlayırıq. Daha sonra keçirik digər hissəsinə burada. Məsələn, qeyd olunur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgənikiləşdirilməsinə heç bir halda yol verilmirdi. 15-ci sualda bu da əlbəttə ki, yanlış cavabdır. Baxım görüm cavab yazmısınızmı? 15-ə B variantı yazmısınız? Xeyr, B variantı olmaz 15-də. Niyə ki? Yəni torpaqlardan özgənikiləşdirməyə yol verir. Əvvəlcədən onun belə deyək, ədalətli ödəmə şərti ilə idi haqqın. 15-ci sualda doğru cavab C variantıdır. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bəli, C yazanlar doğrudur. B yox. Mülkiyyət yalnız dövlət və xüsusi mülkiyyət deyil, həmçinin bələdiyyə mülkiyyəti də var. 16-cı sualda keçmişik artıq. İqtisadi inkişaf və dövlətdəndir. Ona görə cavabı verə bilərsiniz. Xeyr, burada yanlış istəmirdi 15-də. Doğrunu istəyirik.
16-cı sualda A yazanlar olub ki, sahibkarlıq fəaliyyətinə deyirik ki, yol vermir. Elə bir şey olarmı? Və qiymət artımı da deyirik. Belə bir şey də yox idi. Qiymət sözü varmı konstitusiyada ümumiyyətcə? Baxın, bunlar çıxıram. Əlbəttə ki, bir inhisarçılığa yol verməz, bir də haqsız rəqabətə yol verməz. 1 və 2. Uşaqlar, niyə belə hər biriniz fərqli yazmışsınız? Doğru cavabı yazan da yoxdur. Var, Güney xanımsa yazıb. 17-yə baxırıq, bunu da keçmişik artıq. Dövlət başçısı ilə bağlı olan maddədir. Və onu da qeyd edim ki, uşaqlar, bu açıq sualdır, qapalı sual deyil. B kateqoriyasına hazırlaşanlar üçün açıq suallar olur. 40 sualın 8-i açıq sualdır və 2 bal verir sizə. On 17-də 2, 3, 5, 6 yazmışsınız. Gəlin buradan baxaq. Bir nəfər yazıb. Fərdə xanım 2, 3, 5, 6 var. 2-yə baxaq. Maraqlıdır. Qeyd olunur ki, prezident xalqın vahidliyini təcəssüm etdirmir. Niyə ki? Axı təcəssüm etdirirdi. Ona görə bax, bu 2-ni götürməməliyəm. 3-də nə deyir? Prezident dövlətin ərazi bütövlüyünün təminatçısıdır. Bu tamam. Bundan işim yox. Məsələn, 4-də deyir, prezident varisliyini müəyyən edir. Varisliyini müəyyən edirdi. Belə bir şey vardı ümumiyyətcə? Yox. Varisliyini müəyyən etmir daxı. Daha sonra 5-ə baxırıq. Prezident ölkənin daxilində dövləti təmsil edir. Həm daxildə də, həm də xaricdə də. 6 da doğrudur. Bax, 5 də doğrudur uşaqlar. 6 da doğrudur. 3 də doğrudur. Daha sonra biz burada nəyə baxmalıyıq? 1-ə baxmamışam. Prezident məhkəmə hakimiyyətinin müstəqilliyini müəyyən edir. Müstəqilliyinin təminatçısıdır. Ona görə bunu da götürmürəm. 4-ü də artıq götürməmişdim və doğru cavabım 3, 5, 6 olmalıdır. Ona görə 3, 5, 6 yazan oldu mu? Bəli, Nuray xanım yazıb. Güney xanım da 3, 5, 6 yazıb. Tamam. Sonra 18, bu da açıq sualdır. Və bunu da biz keçmişik artıq. Bayaqları mən bu haqda danışdım ərazidən. Siz cavabları yazınca, gəlin mən də həmin sualların izahını vermiş olum. 18-ci sual. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır, dəyişməzdir. Dəyişməzdir deyək, axı VTB idi, bölünməzdir. Biri götürərəm, biri götürmərəm. 2, 3, 4 yazırsınız uşaqlar. 2-yə baxaq. Azərbaycan Respublikasının üzərindəki hava məkanı Respublikanın ərazisinin tərkib hissəsidir. Bu doğrudur. Azərbaycan Respublikasının daxili sularda ərazinin tərkib hissəsidir. Bu da doğrudur. Ərazimizin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermirik. Bu da doğrudur. 2, 3, 4 doğrudur. Amma baxaq digərlərinə də baxaq. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla ərazi özgənçiləşdirilə bilməz. Ümumiyyətlə, ərazi özgənçiləşdirilə bilmir. Belə bir şey yox idi qanunla müəyyən edilən hallar. Ona görə bunu götürmürəm. 6-da isə qeyd olunur ki, Xəzərin Azərbaycana mənsub olan bölməsi və Konstitusiya qanununa əsasən Azərbaycan Respublikasının tərkib hissəsi hesab edilir. Belə bir şey yox idi axı Konstitusiya qanununa əsasən. Bu da yanlışdır. 204 yazırsınızsa, bəli, doğrudur. Sonuncu yox, 2 sualımız qalıb. 1, 19 və 1 də 20. Buyurun, bu da açıq sualdır. Qeyd edim ki, 20-ci sual da açıq sual olacaq. Görək, bunu necə yazacaqsınız? İlk dəfə hazırlaşanlar üçün onu da qeyd edim, uşaqlar, çətinlik ola bilər. Testlər işlədikcə sizdə bu inkişafı özünüz görəcəksiniz. Görək cavablar gəlirmi? 2, 3, 5 yazan var 19-cu suala. Bir də nə deyir? Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi nəzarətindədir. Xüsusi nəzarətindədir deyildir, xüsusi himayəsindədir. Uşaqları onların həyatını, sağlamlığına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Bu doğrudur. Hər biriniz 205 yazmısınız. Valideynləri və qəyyumları olmayan valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir. Bu da doğrudur.
Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin yalnız deyir borcudur. Yalnız borcu idimi uşaqlar? Əlbəttə ki, yox. Bax, bu da yanlışdır. Daha sonra keçirik digərinə. Ümumiyyətlə, bu kimi suallarda yalnız sözü olanlar səhv olur. 5-ə baxırıq. Uşaqları onların mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Bu da doğrudur. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət müdafiə edir. Müdafiə edir deyirdi, nəzarət edir idi. Ona görə də 6-dır. 6 yanlışdır. Bəli, həm də hüququdur. Doğru yazmısınız. 2, 3, 5. Bizim doğru cavabımız oldu. Sonra 20-ci sualımıza baxırıq və bu bizim son sualımızdır bu günlük. Düzdür, 20-ci sualda bəzi hissələr var ki, biz onu keçməmişik. Ona görə bunu, yəni tapmamaqda problem deyil. Məsələn, mənim gözümə sataşan budur ki, 20-ci sualda burada Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Bu doğruydu. Təbii ehtiyatlar, hüquqi və fiziki şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsub idi. Bəli, həm hüquqi şəxslər, həm də fiziki şəxslər var. 6-nı da götür, 5-i də götürürəm. Azərbaycan Respublikasının ərazisindən söhbət gedir. Vahid də toxunulmazdır, bölünməzdir. Bəli, bu da doğrudur. Burada qeyd olunur, dövlət hakimiyyəti məhdudlaşdırıla bilməz. Əlbəttə ki, məhdudlaşdırıla bilir. Daxildə yalnız qanundan, xaricdə isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla. Xalq hakimiyyəti məhdudlaşdırıla bilməz. Niyə məhdudlaşdırılmır ki? Ümumiyyətlə, dövlət hakimiyyəti məhdudlaşdırılmasından söhbət gedir. Və bir üçüncü sual, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən qarşıya qoyulan burada qeyd olunur ki, məqsəd və bunun səbəblərinə mütənasib olmalıdır. Ümumiyyətlə, burada bu da yanlışdır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalı idi. Bu da belə yanlışdır. Biz bunu keçməmişdik, düzdür bu hissəsini. Ona görə 4, 5, 6 yazanlar doğru cavab yazdı və bununla da biz 20 sualın da izahına baxmış olduq. İmtahanda da uşaqlar, onu da qeyd edim, hələ bitməyib bizim dərsimiz. İmtahanda da bu şəkildə düşür və bunların hər biri potensial imtahana düşə bilən suallardandır və onu da qeyd edim ki, özümün də əlavə mövzu sınaqlarım, ümumi sınaqlarım var. Yəni, hazırlaşan uşaqlar oradan da test işləyirlər. Dövlət qulluğunda imtahanda uğurlu olmaq üçün isə əlbəttə metodlar çoxdur. Yalnız birini də deyə bilərəm ki, əsasən oxuyanda, yəni bir dəfə biz artıq bu maddələri oxuduq, mən də şərhən vermiş oldum sizlərə. Həmin maddələrin artıq onu oxumağa ehtiyacınız yoxdur. Ümumiyyətlə, siz testləri işləyirsiniz. Əgər hansı hissədə ki, yanlışınız var, o zamanları həmin kitabda o hissəyə baxmış olacaqsınız. Qeyd edim ki, kitabın PDF şəklini dərsdən sonra Telegram qrupunda yerləşdirəcəm. Bugünkü dərsimizi də YouTube kanalıma yerləşdirəcəm. Qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Ola bilər ki, gələn dərsdə bizim ödənişsiz dərsimiz olsun. Sağ olun. Gecəniz xeyrə qalsın.